Təcrübi iş odur ki, biz yaradanı aşkar eləmək üçün kli quraq. Bizim işimiz odur ki, biz bizim istəklərimizdən elə bir forma qururuq ki, orada ali qüvvə aşkar olur. Bənzəmə xüsusiyyətlərinə uyğun olaraq. Və ona görə də, məsələn, bax, mən tutaq ki, qab qoraşdırmışam, kli və ali qüvvə, əgər bu qaba uyğundursa, o onu dolduracaqdır. Bu Rabaş dediyi kimi, biz suları çənə, unu isə kisələrə doldururuq. Yəni, biz özümüzü yaradanın xüsusiyyətlərinə uyğun eləməliyik. Yəni, yaradan vermək istəyidir. Elə bir qüvvə istək yoxdur, amma biz onu öz istəklərimizi bir-birimizə görə əlaqə qurmaqla düzəldə bilərik, qura bilərik. Yəni, hər kəs öz yaxınına görə vermək istəyində olsun, ona yaxınlaşsın, onlarla birləşmək istəsin. Və o zaman o həmin o qüvvəyə yaxınlaşdırdığı, yəni onluğun daxilində nə qədər yaxınlaşırsa, onluğun birliyinə, o dərəcədə də yaradana yaxınlaşır.